Burada Yağmur İsmailov adlı bir tamaşaçımız yazır ki, siz şərh edə bilərsiniz ki, İsrail İranın qarşısında duruş gətirə biləcəkmi? Xahiş edirəm cavab verəsiniz. İsrail indi Duruş gətirə biləcək nədir? İranın bəlkə baş sualı qərargah rəisini yatdığı yerdə gecə ilə məhv eləyiblər. Xameneyinin müşavirini evində partladıb məhv eləyiblər. 200 təyyarə gəlib İranın xəbəri yox. Atdıqları dronların hamısı zərərsizləşdirib məhv olub. Hansı duruş gətirməkdən danışır? İran İsrailin qabağında duruş gətirə biləcəkmi? Sualı belə qoymaq lazımdır. mən sizə bir şey deyim, hörmətli O da gətirə bilməyəcək, mümkün deyil. Bu miflərin dağıldığı bir dövrdə yaşayır. Bəli, bəli. O miflər dağılıb artıq. Rusiya nəhəng bir dövlətdir deyirdilər, qüdrətli dövlətdir deyirdilər. Bunun qarşısında heç kim duruş gətirə, hətta NATO belə Rusiyanın qarşısında duruş gətirə bilməz deyirdilər. O mif dağıldı. Getdi bir adi, normal ordusu olmayan bir Ukraynanın əlində əsir yesir qalıb. FSB-nin adı çəkilanda bütün dünyada Bəli. müxtəlif ölkələrdə insanlar titrəmə tutur ki, FSB falan Amma Ukrayna gətirdi, öz sərhədində yox, Rusiyanın içərilərinə doğru 4000 dronlarını kilometr. yerləşdirdi. Bəli. Oranın strateji təyyarələrini, Hələ hərbi hissələrini məhv elədi. Rusiyanın xəbəri bir olmadı. nüans da var ha, o dronların oradakı o hərəkatında. O dronları Rusiya vətəndaşlarına daşıdıblar. Onların da xəbəri olmayıb ki, nə daşıyırlar. Rusiya vətəndaşı, yəni adamlar əməliyyatda iştirak Bu ediblər. rüsvaçılığın lap belə Həqiqətən pik nöqtəsidir. əməliyyatda iştirak ediblər. Həqiqətən də xəbərləri olmayıb ki, nə daşıyırlar. Hansı əməliyyatın tərkibindədirlər. Yəni Ukrayna bunu Rusiya vətəndaşlarının əli ilə edib. Bir var satın almağı öz tərəfinə çəkmək, yox. Nə satın almayıb, nə öz tərəfinə çəkməyib ki, biz bir əməliyyat eləyirik, sən də gəl bizə kör. Yox, sadəcə yük daşıtdırıb. Gör necə peşəkar işləyiblər. Bəli, və adamların da xəbəri olmayıb ki, Rusiya o sürücülərinin ki, Ukrayna nə oyun çıxarır. Artıq İndi. Rusiya İran mifi dağılıb, Darmadağın edilir. Darmadağın. Yeni əsr Türk əsridir. Baxın, mən sizə bir şey deyim. İndi o əhali sayının çoxluğu rol oynamır. İndi ərazinin böyüklüyü də rol oynamır. Hətta iqtisadi imkanlar da rol oynamır. İndi texnologiya, yeni texnologiya Doğru. rol oynayır. İsrail də dünyada birincidir bu məsələlərdə. Qutardı, getdi də. Bitdi. Yəni burada məsələ qapanır da. İran nə boyda olur olsun. Rusiya haqqında mən deyirəm bu çıxışlarımda. Özü boyda leşə çevrilir. İran da özü boyda bir leşdir. Yəni bunlar leşdir ortalıqda. Nəhəng leşlərdir bunlar. Bunları sadəcə çəkib ortalıqdan bir kənara atmaq lazımdır ki, iyi verib aləmi qarışdırmasınlar. Yəni bunlar belə qıraqdan baxanda çox nəhəng görünürlər. Amma içi boşdur.